başladı yenə. İşıqlar yanır səhnədə, dünya TV bizimlə, bu gecə söz evində. Xanımlar, cənablar, əsl şou başlayır. Verilişin aparıcısı Elvin Qudrətov. Gülüş dolu bu məkan, rəng qatır hər anan, söz deyir ürəkdən o, Elvin aparır meydan. Səhər hava yaxşı idi. Bugün biraz soyuyub. Gecə düşdükcə havalar soyuyur, amma bizim əhval-ruhiyyəmizə bir təsiri yoxdur. Çünki biz əsl şoudayıq. Axşamınız xeyirli olsun, hörmətli tamaşaçılar. Bugün də sizlərə maraqlı qonaqlar gətirmişik. Evlərinizə qonaq olacağıq. Təşəkkür edirik, bizləri izləyirsiniz. Dediyim kimi, hər efirdən öncə biz deyirik ki, bir efirimiz ötən efirimizdən daha yaxşı etməyə çalışırıq. Bugün də o vədimizə əməl etməyə çalışacağım. Dediyim kimi, bugün də maraqlı qonaqlarımız var, gözəl söhbətlərimiz var. Ustadlarla bir yerdəyik. Hələ bir ifaçı var ki, fasilə vermişdi. Onu niyə fasilə verdiyini özü açıqlayacaq. Əlaqə nömrəmizi görürsünüz, əziz tamaşaçılar. Əlaqə nömrəmiz vasitəsilə bizə WhatsApp vasitəsilə öz ürək sözlərinizi yaza bilərsiniz. İstər qonaq, istərsə də veriliş barəsində biz də onları sizlərə təqdim etməyə çalışacağıq. Bəzən belə deyim, yazırsınız, var olun, amma çox sayda səs atırsınız. Təəssüflər olsun ki, canlı efirdə biz səsləri aça bilmirik. Mesaj vasitəsilə yazsanız onlar daha yaxşı olar. Zəng etməməyiniz xahiş olunur. Buradan biz kamera arxası yaradıcı heyətə təşəkkür edirəm. Bizim əziyyətimizi çəkirlər. Deməli, saat 19:00 oldusa, hər gün biz əsl şou ilə sizlərin qarşınızda oluruq. Mən aparıcı Elvinin təqdimatında. Buradan da salamlarımı göndərirəm bizi izləyənlərə. Xüsusən də yenə qeyd edim ki, kamera arxası əməkdaşlara və buradan dostum Şahinə salamlar göndərirəm və atamı da salamlayıram. Mən istəyirəm ki, artıq vaxt uzatmadan mahnı xoşuma gəlir. Amma qonaqların mahnısı daha xoşuma gəlir. İstəyirəm ki, onlar bu səhnədə öz gözəl ifalarını səsləndirsinlər. Mən istəyirəm ki, elə vaxt uzatmadan, mən də düşünürəm ki, siz də gözəl musiqilərdən zövq almağa hazırsınız. Elə dəvət edim, ilk dəvət edəcəyim qonaq ustad tələbəsidir. Özü də tələbələr yetişdirir. Bir çox müsabiqələrdə iştirak edib, qalib olub, prezident təqaüdçüsüdür və gözəl ifaların, belə deyim, müəllifidir, xanəndə. Dəvət edim gəlsin öz ifası ilə ilk qonağımız Elsevər Muradov. Gözlər tək gözlərə bax.
Axşamınız xeyir olsun. Necəsiz? Allah razı olsun qardaş, var olasınız. Bu gözəl, möhtəşəm verilişə, əsl şoya bizi dəvət elədiyin üçün sənə təşəkkür edirəm. Minnətdarım. İzləyicilərin sevərək gözlədiyi, sevərək baxdığı bir verilişdir. Çox sağ olun dəvətiniz üçün. İnşallah ki, buradayıq, sizinləyik. Gözəl musiqilərimizi inşallah ki, seyircilərə, tamaşaçılara ərzi ərmağan eləyərik inşallah. Mən bir nüansı qeyd etmək istəyirəm. Bizim efirlərdə xanəndələr olub. Elə məsəl üçün keçən efirlərimizin birində Vüqar Əliyev olub. Salamlayırıq onu da buradan. Necə deyim? Qəşəng kostyum, qalstuk və özünüzə belə deyim, xüsusi hazırlıqlı gəlirsiniz. Bəli qardaş, biz ümumiyyətlə muğam sənəti biraz yəni şərəfli sənət olduğu üçün biz uşaqlığımızdan yəni geyimimizə, həm oturuşumuza, duruşumuza, oxuduğumuz hər bir nəğməyə fikir veririk. Eləcə də ki, yəni xanəndənin də səhnədə olmağı həm öz duruşu ilə, həm ifası ilə örnək olduğu təqdirdə geyimi də örnək olmalıdır deyə biz də mənim efir vasitəsilə öz ustadımı, dəyərli sənətkarımız, xalq artisti Məsum İbrahimovu salamlayıram. Təbii ki, ondan çox görmüşəm, götürmüşəm, öyrənmişəm. Həmçinin də geyim tərzimi də çalışıram ki, ona bənzədim və digər gözəl xanəndələrə bənzədim, müğənnilərə bənzədim. Gözəl bir haldır. Ümumiyyətlə, geyimə fikir vermək mənim ümumiyyətlə xobbimdir. Çalışıram ki, onu qaydasında saxlayım. Bəs öz tələbələrinizə necə bunları aşılayırsınız belə? Əlbəttə ki, ümumiyyətlə mən hazırlaşdırdığım tələbələrimə oxumaqla əlaqədar geyimlərinə də fikir verməklərini tövsiyə edirəm. Ümumiyyətlə, gözəllik 10-dursa 9-u dondur. Belə bir atalar deyimi var. Mən tələbələrimə də aşılayıram, musiqiçi yoldaşlarıma da deyirəm ki, yəni riayət eləsinlər. Çünki yəni biz həm davranışımızla bayaq qeyd elədiyim kimi, həm də görünüşümüzlə də, geyimimizlə də örnək olmalıyıq. Ona görə də mən riayət edirəm. Allah razı olsun qardaş. Ustadınızdan belə deyim, götürdüyünüz ən önəmli bir belə deyim, nüans nə olub ki, bunu əməl etməsəz sizin üçün öz belə deyim, vicdanən bir qəbahət olar da. Yəni bu mənə ustadım öyrədib. Mən bunu eləməsəm o məsuliyyət məndədir. Yəni başa düşürəm. Mən ustadımdan ümumiyyətlə ustadımın mənə öyrətdiyi, mənə aşıladığı, yəni ki, tək muğamatdan ibarət deyil, musiqi aləmi deyil. Ümumiyyətlə, Məsum müəllim elə bir şəxsiyyətdir ki, tələbələrinə həm həyatda çətinliklərdən çıxa bilməyin üçün sənə yollar göstərir, sıxıntılardan çıxa bilməyin üçün çox məsləhətlər verir. Mən ümumiyyətlə, ustadım barədə bunu demək istəyirəm ki, mən ustadımın qədrini bilməsəm, vicdanım narahat olar. Budur. Yəni, ən vacib riayət elədiyim nüans odur. Bəs bir kəlməli Elsəvər Muradov hal-hazırda olduğu yerdən razıdır ya yox? Yoxsa özünü fikirləşir, daha yüksək yerlərə layiqəm? Təbii ki, zəhmətləndir. Yəni ki, çəkilən zəhmət heç vaxtı yerdə qalmaz. Zəhməti də uca Rəbbimiz dəyərləndirir. Mən hal-hazırda olduğum yerdən məmnunam, inşallah ki, amma qane deyiləm. Məmnunam, amma qane deyiləm. Yəni ki, ona görə qane deyiləm ki, yəni daha da çalışmalıyam. Bundan da inşallah ki, Allah yazıbsa, daha da irəlilərə getməliyəm Allahın izni ilə. Biz söhbətimizə davam edəcəyik. Daha bir çalışqan sənətçimiz var. Mən az öncə efir başlayanda dedim ki, onun, belə deyim, qısa bir fasilə vermişdi, amma onun bir mahnısı var ki, onun bir vizit kartıdır. Mən o mahnını dəfələrlə dinləyirəm və yorulmuram. Mənim kimi milyonlarla tamaşaçısı var ki, o mahnını dinləyir, yorulmur. İndi özü deyəcək sənətə niyə ara verib, səbəb nə olub, bundan sonra nələr olacaq, onu özü desə yaxşıdır. Dəvət edim öz ifası ilə gəlsin. Tural Toğrul. Güneş olup
Hayatıma nur saçan o gözlere həsrətəm. Ümid olu ürəyimə toxunan o nəfəs arada görəsən. Yenə xəyallara dalıb fırtınalar qoparıram. Səndən ayrı olsam da bil, sənlə birgə yaşayıram. Bir nəfəs kimi, bir nəfəs kimi yaxınımdasan. Bir ömür qədər uzaqlardasan. Bir nəfəs kimi, bir nəfəs kimi yaxınımdasan. Bir ömür qədər uzaqlardasan. Sənə doğru əsən bir aramsız bir dəli küləyəm. Hər sözümdə sən varsan inan məni özünün möhtacı eyləyən. Yenə xəyallara dalıb fırtınalar qoparıram. Səndən ayrı olsam da bil, sənlə birgə yaşayıram. Nəfəs kimi, bir nəfəs kimi yaxınımdasan. Bir ömür qədər uzaqlardasan. Bir nəfəs kimi, bir nəfəs kimi yaxınımdasan. Bir ömür qədər uzaqlardasan. Bir nəfəs kimi yaxınımdasan. Bir ömür qədər uzaqlardasan. Bir nəfəs kimi, bir nəfəs kimi yaxınımdasan. Bir ömür qədər uzaqlardasan. Bir ömür qədər uzaqlardasan. Bir ömür qədər uzaqlardasan. Xoş gəlmisiniz, necəsiz? Mikrofonu gəl. Salamlayıram sizi və bizi Dünya TV izləyicilərini və bizi izləyən bütün Azərbaycan xalqını salamlayıram və bu Dünya TV-yə minnətdarım bildirirəm ki, bizi hələ 10 il öncəsindən də həmişə sayıflar, həmişə dəvət ediblər, həmişə biz də sevə-sevə iştirak eləmişik. Qonaqlarımıza salamlayıram, Zəvə qardaşımızı salamlayıram. Təşəkkürlər. Mahnıda deyirsiniz, keçin əyləşin, harada istəyirsiniz. Mahnıda deyirsiniz ki, uzaqlardayam, amma niyə uzaqlaşmışdınız bəs? Nəsə, bəzi problemlər oldu ki, mən biraz fasilə verdim. Amma bəstəkarlıq mahnılar bəstələmişəm, müxtəlif müğənnilər oxuyub, amma özüm biraz tənbəli eləmişəm. İnşallah çalışaram önümüzdəki vaxtlarda onu telafi edim. İnşallah. Hələ mahnılarınız, bəstələdiyiniz mahnılar ölkə hüdudlarından kənara da gedib çıxıb. Bəli, bəli. Kimlər oxuyub onlar? Mənim mahnılarımı, burada mənim duetlərim olub. Zemfira xanım İbrahimova ilə bizim duetimiz olub. Onda qardaşımla oxuydu, Tural Toğrul. Sonra Türk müğənnisi Bülent Sərttaşla mənim duetim Duetiniz olub. Bəli. Və yaxın onun, mənim 4 mahnımı oxuyub özü türk dilində. Öykü Gürman, sonra bir-iki mahnımı oxuyub. Özüm də burada məşhur Qarastanlar romansı mənimdir, söz musiqisi mənə aiddir. Bəlkə də bilməyənlər bilsin. Belə, yaradıcılığım gedib bir çox sənətçilər var. İndi burada saymaq istəmirəm. 30-a yaxın mahnım var mənim. Söz musiqisi özümə aid. Hələ də bəstələyirəm, görək necə olur. O fasilə verəndən sonraki qayıdışda sizə stimul verən nə oldu ki, mən qayıtmalıyam dediniz? Mən ümumiyyətlə
efirdə görsənmirdim. Mən ümumiyyətlə musiqidən heç vaxt qopmamışam da, musiqini çox sevirəm. Musiqi mənim ayrılmaz bir parçamdır, ruhumda çox musiqinin böyük yeri var. Bəstəkarlıq fəaliyyətim davam edib bu günə qədər. Sadəcə olaraq özümün öz solo karyeramı, öz başlamamda biraz tənbəllik elədim. İnşallah yeni mahnılar üzərində işləyirəm, gözəl mahnılar yazmışam. Önümüzdəki vaxtlarda təqdim edəcəm. İnşallah. Uğurlu olsun. Mən istəyirəm ki, Çox sağ olun. bizim tamaşaçılar daha bir qonağımız var. O da ömrünün 35, 40 və daha artıq bəlkə də hissəsini bu sənət yolunda qoyub. Bu sənət üçün çalışıb. Gözəl səsi var, sevilən müğənnidir. Necə başlamışdısa, elə indi də o tərzdə davam edir. Mən istəyirəm ki, dəvət edim, öz ifası ilə gəlsin. Bizim proqramda ilk dəfədir, bəli. Sevilən, seçilən müğənnimiz gəlsin öz ifası ilə Vidadi İsmailov. Gözlerim bulut kimi sellerini yakıdar, gözlerim bulut kimi sellerini yakıdar. Yersiz umut küsüp dağlar boyda dağ olar, dağlar boyda dağ olar. Gözlerim bulut kimi sellerini yakıdar, gözlerim bulut kimi sellerini yakıdar. Yersiz umut küsüp dağlar boyda dağ olar, dağlar boyda dağ olar. Küleyi öyrederem tellerini dağıda, tellerini dağıda. Küleyi öyrederem tellerini dağıda, tellerini dağıda. İndi menden küs görür, indi menden küs görür. Yersiz umup küs görüm dağlar boyda dağıma. İndi menden küs görüm, indi menden küs görüm. Yersiz umup küs görüm dağlar boyda dağıma, dağlar boyda dağıma. Biz yüz yüze gelende zehirlenip şaşarsa, gözümün qabağında at tutup alışarsa. Biz yüz yüze gelende zehirlenip şaşarsa, gözümün qabağında at tutup alışarsa. Gördüğün yuxuları kızlara danışarsan, kızlara danışarsan. Gördüğün yuxuları kızlara danışarsan, kızlara danışarsan. İndi məndən küs görüm, indi məndən küs görüm. Yersiz umub küs görüm dağlar boyda dağım var. İndi məndən küs görüm, indi məndən küs görüm. Yersiz umub küs görüm dağlar boyda dağım var, dağlar boyda dağım var.
Sükut olub sakitcə yanından ötüşərəm. Sükut olub sakitcə yanından ötüşərəm. Saçından uzun söyüdlə öpüşərəm. Söyüdlə öpüşərəm. Nəğməmi eşidəndə mən yadına düşərəm. Mən yadına düşərəm. Nəğməmi eşidəndə mən yadına düşərəm. Mən yadına düşərəm. İndi məndən küs görür. İndi məndən küs görür. Yersiz umub küs görüm. Dağlar boyda dağım var. Dağlar boyda dağım var. Biz yüz yüzə gələndə qəhərlənib şaşarsan. Gözümün qabağında od tutub alışarsan. Gördüyün yuxuları qızlara danışarsan. Qızlara danışarsan. İndi məndən küs görüm. İndi məndən küs görüm. Yersiz umub küs görüm. Dağlar boyda dağım var. İndi məndən küs görüm. İndi məndən küs görüm. Yersiz umub küs görüm. Dağlar boyda dağım var. Dağlar boyda dağım var. Dağlar boyda dağım var. Dağlar boyda dağım var. Yoluna güller dökerim. Derdin varsa ben çekerim. Yoluna güller dökerim. Derdin varsa ben çekerim. Seni doldurur içerim. Kime ne? Kime ne? Kime ne? Ah kime ne? Seni sökülen olurum. Derdine derman olurum. Gecene gündüz olurum. Kime ne? Kime ne? Kime ne? Ah kime ne? Ölüyorum kime ne? Çok seviyorum kime ne? Al yanaklım, bal dolaklım, kimselerden
gecelerden yoktur sakın. Herkes bilsin sende aklın kime ne? Kime ne? Kime ne? Ah kime ne? Sen ise kölen olurum, derdine derman olurum. Gece ne gündüz olurum. Kime ne? Kime ne? Kime ne? Ah kime ne? Ölüyorum kime ne? Çok seviyorum kime ne? O yar benim kime ne? Var olasınız. Mən sizə bir sual ünvanlamaq istəyirəm. Müasir dövrdə xanəndə olmaq çətindir, yoxsa o dövrdə? Yaxud hansı daha asandır? Ümumiyyətlə xanəndəlik sənətinin biraz çəkisi biraz ağır olur, məsuliyyəti də biraz çox olur. Düzdür, hər bir janrın məsuliyyəti var, çətinliyi var. Amma ki, muğam sənəti biraz başqa bir zəhmət tələb edir də, çox gərək məşğul olasan. Ona görə də məncə onu zamana bağlamaq məncə zamanla deyil. Yəni ki, muğam sənəti elə bir şərəfli sənətdir ki, hər bir zamanda, hər bir vaxtda yəni ondan muğamla məşğul olmaq şərəflidir. Yəni onun çətinliyini, onun çəkisini həqiqi qəlblə əgər yanaşırsansa dərk edirsən. Bəs həvəs olmasa, belə deyim, indiki tələbələriniz var. O ki, həvəs yoxdur. Onlara təhsil önəmli olur, o, belə deyim də, mənim həvəsim yoxdur, amma təhsilim var. Məsəl üçün, mənim tələbələrimin arasında mən üzr istəyirəm, Vidadım əmi deyirəm mən həmişə, yəni ki, böyüyümüzdür, yəni bizim yanımızda. Mən, məsəl üçün, Vidadi əmi ilə bir verilişi paylaşmaq mənim üçün böyük bir şərəfdir, həqiqətən də. Yəni, uşaqlıq illərimdən, mənim hətta valideynlərim də, yəni sizin səsinizin vurğunudur. Mən, yəni ki, sizin yanınızda mən tələbə deyirəm, üzürlü sayın, yəni ki, kiçikçiliyimi bildirirəm mən sizin yanınızda. Deməli, mənim tələbələrimin arasında hər bir janrdan gələn var. Məsəl üçün, toy oxuyub da gəlib muğamı öyrənən var. Estrada sənətindədir, gəlib muğamı öyrənmək istəyir. Məsəl üçün, oxuduğu mahnının hansı muğam üstündə olmağını bilmək istəyir. Toy oxuyanıdır, məsəl üçün, mənim yəni ki, öz elə rayonumuzdan da var, yəni öyrənirlər, gəlib muğamın sirlərini öyrənmək istəyirlər. Məsəl üçün, oxuduğu toyda oxuduğu mahnının hansı muğama aid olduğunu bilmək istəyir və ona görə də gəlir muğamın sirlərini öyrənmək istəyir, onun dərinliklərini öyrənmək istəyir. Mən də baxıram, həqiqətən də xoşhal oluram bir muğam sənəti ilə məşğul olan bir insan kimi. Çox sevindirici bir haldır ki, yəni gənclərimizin muğama yönəlməyi, Vidadi əmi. Muğamı yəni, bilmək istəməkləri, öyrənmək istəməkləri mənim üçün yəni ki, gözəl bir haldır məncə. Mən də bildiklərimi, ustadımdan öyrəndiklərimi ilk hissədə salamladım. Yəni ki, salamlamaqdan doymuram ustadımı, Mənsum İbrahimovu. Yəni ki, ondan öyrəndiklərimi mən hər tələbəmə aşılayıram. Tək muğamı deyil, ondan öyrəndiyim həyat dərsini də tələbələrimə aşılayıram. Vidadi müəllim, sizin ifa bitəndən sonra biz reklama getdik, sizlə salamlaşan mədik. Xoş gəldiniz əvvəla. Çox sağ olun Ayvin. Mən üçün çox xoş oldu. Həmçinin sizə öz minnətdarlığımı bildirirəm ki, bu verilişə dəvət edirsiniz. Başda rəhbərlik olmaqla, sizlər olmaqla. Bütün əziyyət olan insanların hamısını salamlayıram. Ekran qarşısında sadə əyləşib bizdə izləyirlər, tamaşaçılar. Mən onları da salamlayıram. Və həmçinin mən üçün çox xoş oldu ki, bugün gözəl musiqiçilərlə, sənətçilərlə mən İlsevəri ümumiyyətlə oxumağına qulaq asıram. İndi özü bilməsə də, amma mən həqiqətən qulaq asıram onun oxumağına. Çox xoş oldu. Həqiqətən mən üçün çox xoş oldu. Nə deyim, veriliş də çox gözəl. Təşəkkür edirəm. Çox gözəl, həqiqətən çox gözəl veriliş. Mən təqdimatda dedim ki, 35-40 ilini bu sənətdə həsr eləyib. Neçə ildir? 42 ildir. 42 ildir, maşallah olsun. 84-cü ildən mən sırf bu sənətlə toya getmək elə bu sənətin əsas məktəbidir. Bəli, bəli. Yəni çox adam deyir, nə bilim, toy falan bəsməşən, amma xeyr. Yəni deyil, sevər özü də gözəl bilər. Toy
saz indi asandır. İndi biraz çox asanlaşıb. Çünki nə bilim fonoqrama zatlar hərə bir dənə 5 dənə mahnı öyrənir və toylara gedir. Amma o vaxtda çətin idi. Həyat toyları məsələn üçün həqiqətən çox çətin idi. Allahın olsun. Məsələn indiki oxuyanlar o vaxt olsaydılar, mən elə bilirəm ki, bu oxuyanların bəlkə də bir Elsəvər məni təsdiq edir, 70-80% bəlkə oxuya bilməzdi o toylarda. Çünki çox çətin idi. O qədər hətta. Bəli, əlbəttə çox çətin. Məsələn onda yaşlı adamlar otururlar, qulaq asırdılar. Bilirsən gəlib bir nəsə sifariş verir, falan muğam oxu, falan dəstgah oxu, falan ritmi muğam oxu. Məsələn, amma indi elə bir şey yoxdur, biraz çox azalıb. Elə görə bəlkə mən səhv deyirəm. Ümumiyyətlə, məsəl üçün, düzdür, mən də yaşım 36-dır, 37-nin içindəyəm. Mən də 20 ilə yaxın olar bu, 20 ildən də çoxdur bu sənətlə məşğulam. Məsəl üçün, getdim toylarda, məsəl üçün, ilbə-ildə, elə ki, bir 10 il bundan qabaq, məsəl üçün, getdim hər toyda, toyun açılışında, Vidadı mənim bilir də, muğamla açılış eləyərdilər. Muğam istəyərdilər. Amma indi gedirsən toylar görsən ki, biraz baxış açısı dəyişilib insanların. Muğama, məsəl üçün, düzdür, mən Tarkamança ilə, məsəl üçün, Bakı kəndlərinə toylara gedirəm. Bakıdan qırağa da gedirəm, yəni Tarkamança ilə çağırırlar toylara. Muğam o demək deyil, yəni ki, hansısa bir toyda muğam oxunulmursa, istəmədilərsə, deməli muğam unudulub. Yox, elə deyil. Yəni ki, muğamı sevənlər, mən hər bir toyda olduğumda muğamı sevənlərlə rastlaşıram. Mən şəxsən hansı bir toya dəvət alıramsa, orada hər bir dəvət aldığım toyda muğamı məndən istəyirlər. Ümumiyyətlə, muğam unudulmasa, yəni ki, bizim, düzdür, biraz Vidadi mənim bayaq qeyd elədi, son dövrlər bu fonoqrama ilə biraz başlayırlar toyları idarə eləməyə. Heç qəti canlı oxumur da, yəni çox şahid olmuşuq. Yəni ki, amma ki... Ayağı oxuyanlar. Bəli, siz Vidadi əmi, məsəl üçün, çox, yəni qabaqlar, yəni ki, bizdən çox qabaq toylara gedib, toyların məsuliyyətini, canlı ifanın həqiqətən də, yəni məsuliyyətini həqiqətən də Vidadi əmi bizdən çox bilər. Düzdür, gəlib indiyənə qədər çatıb bizə, uşaqlıq illərindən sizi dinləyirik. Çox sağ ol. Allah sizdən razı olsun. Sağ ol, Allah razı olsun. Çox sağ ol, var ol. Tural qardaşım da, yəni ki, çox istedadlı bir qardaşımdır. Çox sağ olun. Çox gözəl bəstələri var. Bəli, bayaq ifa elədiyi bir nəfəs kimi mahnısı həqiqətən də, yəni mən də heç Turalı tanımadan da dinləyirdim. Həqiqətən də. Mən oxudum mahnı, Elsəvərdə danışır. Rəhmətli Məhəbbət Gəzi onun mahnısıdır. Onun aranjmanı xanəndə dostumuz İlkin Əhmədova aiddir. Qoy mən bunu qeyd edeyim. İlkin bəy də onu bir dənə oxuyub, ifa eləyib. Həm də mən ondan icazə aldım, zəng elədim. Dedim ki, İlkin bu mahnı, söz o, Məhəbbət Rəhmətlinin ifasına mən çox lazımmışam. Amma bu mahnı mən İlkindən sonra bu mahnı mənə çox, o qədər. İlkin də çox gözəl oxuyub onu. Ona görə dedim ki, belə oxumaq istəyirəm. Dedi, problem deyir, oxuyun. Mən onu, həmin o aranjman yanı İlkin Əhmədova aiddir. Oxudum, sağ olsun ki, icazə verdi, oxudum. Belə. Mikrofonu biraz yaxın tutun. Mən üçünüzə də bir sual ünvanlamaq istəyirəm. Mən demək olar ki, efirlərin hər birində bu sualı ünvanlayıram. Bir musiqiçinin, bir sənətkarın, sənətçinin populyar olmağı üçün, daha doğrusu, belə deyim də, sevimli olmağı üçün, populyar ola bilər, o keyfiyyətli iş təqdim etmək anlamına gəlmir. Bunun üçün bir insana istedad lazımdır, yoxsa şans? Məsəl üçün, elə Tural bəy sizdən danışım, bu ifa etdiyiniz mahnı, şans yoxsa istedaddan irəli gəlir bu qədər məşhurlaşmağı? Belə deyək də, Elvin qardaşım, necədir? Yəni, şans 100%. Bir müğənniyə şans Allah Taala tərəfindən şansı varsa, o bir mahnı, məsəl üçün, bir nəfəs kimi. Mən neçə illərdə oxuyuram, professional səhnədən əvvəl də mən toylara getmişəm, uşaqlıqdan həvəsim var da. Amma bir nəfəs kimi Allah qismət elədi, bu məşhur oldu mahnı. Müğənninin də neçə illər oxuyursa, bunun bir dənə məşhur mahnısının üstə oxuyur. Yəni ki, nə qədər mahnılar, gözəl mahnılar oxusa da, o mahnı ilə tanınır. Falan kəsin oxuduğu mahnı. Məsələdə, yəni, bəli, vizit kartı. Allaha da şükürlər olsun ki, mənə qismət elədi bir nəfəs kimi. Şans, əlbəttə, mahnının şansı tutdu, mahnının şansı gətirdi. Adam elə də müğənni var ki, görürsən, çox illər əziyyət çəkir, oxuyur, çalışır, mahnılar yazdırır, aranjmanlar edir, toylarda çox gözəl iştirak edir, amma şansı gətirmir, bir gözəl yadda qalan mahnısı yoxdur. Səsi gözəldir, istedadı var, ancaq yadda qalan bir mahnısı olmur. Ola bilərmi mahnı gözəl deyil?
O da ola bilər. Bu ümumiyyətlə bilirsiniz necədir? Musiqi mənim fikrimcə musiqi çox necə deyirlər, çılğın bir sənətdir. Bu musiqiçi ancaq axtarışda olmalıdır. Mən bu dəqiqənin özündə axtarışdayam. Hər bir sənətçidən bir şey götürürəm mən. O bəzi müğənnilər özünə yaraşdırmır. Hər bir mahnıdan bir nüans, o bazada yığırsan. Sonra onu Allah təala elə ki, o sənin özünə lazım olur, mahnılarda lazım olur. Bu hansı necə deyim, vaxtla qazanılan bir prosedurdur, vaxtla qazanılan təcrübədir. Belə. O özünə yaraşdırmasa belə mütləq şəkildə bu olmalıdır. Və görür, əlbəttə, gözünə yaraşdırmasa belə görür, axı bunu dinləyir, istər-istəməz o öyrənir. Onun yolunu getsə belə deyir ki, mən getmirəm. Amma nəticə olaraq gedirsən. Bəli, nəticə olaraq hər birinə şamil etmək olmaz, düzdür. Yəni populyar olmaq üçün həm şans lazımdır, həm də istedad. Bunlar ikisi də olsa lap. İndi günümüzdə elə istedadsızlar var ki, çox məşhurdular da. Amma keyfiyyət o nədir? Onu da düz deyirsən. Amma keyfiyyət cəhətdən o deyil. Heç o deyil, amma çox məşhurdur. Sizdən bir ifa alaq. Keyfiyyətli musiqilərimizdən zəhmət olmasa. Heç bilirsən nə qədər sevgim var ürəyimdə, hələ çoxdur sözlərim, deyiləsi qəlbimdə. Heç bilirsən nə qədər sevgim var ürəyimdə, hələ çoxdur sözlərim, deyiləsi qəlbimdə. Sənsiz günüm il olur, sənlə dərdim yox olur. Sənsiz günüm il olur, sənlə dərdim yox olur. Hər an sənlə olur, səni sevdiğim ürək, ey gözəl üzlü mələk, səni sevdiğim ürək, ey gözəl üzlü mələk, səni sevdiğim ürək, ey gözəl üzlü mələk, səni sevdiğim ürək, ey gözəl üzlü mələk. Kim görürsə soruşur, deyir toydan nə xəbər, deyirəm lap az qalır. İnşallah düzələr. Kim görürsə soruşur, deyir toydan nə xəbər, deyirəm lap az qalır. İnşallah düzələr. Sənsiz günüm il olur, sənlə dərdim yox olur. Sənsiz günüm il olur, sənlə dərdim yox olur. Hər an sənlə dolur, səni sevdiğim ürək, ey gözəl üzlü mələk, səni sevdiğim ürək, ey gözəl üzlü mələk, səni sevdiğim ürək, ey gözəl üzlü mələk, səni sevdiğim ürək, ey gözəl üzlü mələk. Səni sevdiğim ürək, ey gözəl üzlü mələk, 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 səni sevdiğim ürək, ey gözəl üzlü mələk. Təşəkkürlər. Dinamik musiqi. Həmişə qəmli mahnı oxumaq olmaz. Bu dəfə də ritmik mahnı. Hansı oxumaq daha lazımdır. çox xoş gəlir sizə oxumaq? Mənim ümumiyyətlə lirik mahnılar. Lirik mahnı. Mənim ruhum
lirik mahnılarla döyür. Lirik mahnını sevən bir insan dinamik mahnını niyə oxusun, onu da belə deyim. Niyə o da lazımdır? O da lazım deyil, sözsüz o heç. Həmişə ömrü ağlamaqla keçirmə olmaz da, gərək birdən bir rəng qatasan. Maraqlı olur. Bəli, əlbəttə. Bu fasilə verdiyimiz ərəfədə sənət yoldaşlarımızdan kimlər yanımızda oldu? Zəng vurdu dedi, necəsən, nə var, nə yox? Niyə görsənmirsən? At çəkmək istəmirsinizsə? At çəkmək istəmirəm, mən bir-iki nəfər oldu, sağ Oldu, olsunlar, bəli. Onlara mən təşəkkürümü bildirirəm, at çəkmirəm, elə özləri bilir kimdir. Bu, mən bir efirdə sizin çıxışınıza qulaq asmışdım. Demişdiniz ki, bu mahnını vermək istəmirəm. Cover kimi icazə verirəm, amma musiqini oxumağa icazə vermirəm. Ha, Çünki bu bir nəfəs üçün mahnımda olub. Bu mahnımı çox bilirsə, çox sevənlər var. Sağ olsunlar sənət adamları da, bu gənc müğənnilər də belə deyək də, yəni məndən yaşı çox az olan müğənnilər çox zəng ediblər. Mən onların o sənətini çox gözəl müğənnilərimiz var. Gənclərdən də istedadlı müğənnilər çoxdur. Onlardan bir ikisi təsadüfən mənə zəng eləmişdi. Mən dedim ki, mənim özüm oxuyacağam o mahnını. Ona görə cover eləyə bilərsən, amma mahnını sıfırdan yığdırmaq yox da, özüm mən onu oxuyacağam ona görə. o mənimdir. Hə, mənim öz mahnım. Coverları da maşallah, amma baxışları Çox yaxşı olanlar coverlar, var. bəli, çox gitarla da, belə soloda, belə coverlar ediblər, qəşəng də oxuyublar. Amma qulaq asmaq istəyəndə yazıram bir nəfəs. Tural Hər Toğrul. şeyin orijinal yaxşı. Tural Toğrul. Mən orada qulaq asıram. Təşəkkür edirəm, sağ ol. Vidadi müəllim deyirlər, hər bir sənətçinin ustadı olmalıdır. Ən azından belə deyim də, baxıb ustad tələbə münasibəti olmasa da baxıb öyrənmək istədiyi bir adam var. Mənə maraqlıdır. Sizin ustad kimi gördüyünüz kim olub və ya ustadınız kim olub? Ustad kimi deyə bilmərəm, ancaq yəni qulaq astım da, öyrəndim lap cavan vaxtımdan. Mən əsas çox Allah rəhmət eləsin Sabir Mirzəyevə çox qulaq asmışam. Yəni Muğam Sarıdan da ümumiyyətlə bizim tərəf əsas çox elə o səpkidə çox elə o formada oxuyurdular cavan uşaqlar. Bir də ki, sonra bizdən qabaq məsələn oxuyanlar olub da, məsələn Qədir Məmmədoğlu olub, nə bilim Ağadaş Ağayev olub. Bunlar da məsələn bizdən qabaq olublar da, harasa bir 5-6 il qabaq olublar, hə. Onlara da məsələn üçün qulaq asmışıq. Amma əsas qulaq asdığım Sabir Mirzəyev, bir də ki son vaxtlarda o bir Könül Xasiyeva mən oxumağına çox xoş gəlir. Allah ona şəfa versin. Amin. Mən ona çox qulaq asmışam. Arada nəfəslərim də çox elə onun nəfəslərinə oxşayır. Həqiqətən də arada olur da. Çünki çox qulaq asırsan, istərsən o nəfəsləri götürürsən. Belə. Bir belə deyim, 42 il dediniz də. 42 il. 42 illik və Allah daha uzunların, Sağ ol. uzun ömürlər qismət eləsin inşallah. 42 illik sənət dövründə və hələ də gündəmdə olmaq üçün, indiki bəzi müğənnilərə baxırsınız, çıxır TikTokda 5 saniyə. Yəni, indiki bir dövrdə yeni başlayan, mən hamısına şamil etmirəm, bəziləri. Düşünürsünüzmü ki, 42 il sonra yenə də gündəmdə olacaqlar onlar? Yox. Qısa, konkret, yox. Vəssalam. Mən bunu dəqiq edirəm. Yəqin Elsəvət təsdiq edir. Çünki o, indiki o deyirlər, oxuyan ki, Elvin deyir oxuyanlar, onlar 42 il davam verə bilərlər. Heç mən düşünmürəm ki, 42 il, 2 il heç. 2 il. Çünki o oxuduqları mahnılar hamısına şamil eləmə, onu Bəli, sizə bəli. bəlkə edən istəyim. Bir həftəlik mahnılar, belə qeyri-sabit, belə notlarla oxunan mahnılar, belə. Onların da öz dinləyicisi olur, onlar da yaşlanır axı o dinləyici. Artıq yeni nəsil başqa, biz nə bilirik, biz 10 ildən sonra necə olacaq, mahnının cərəyanı necə dəyişəcək, onu da bilmirik. Əlbəttə ki, 42 il uzun bir müddətdir, o qədər də sürə bilməz. Bəs belə deyim də, biz yenə də xalq mahnıları dinlənilir, yenə də onlara müraciət olunur, o mahnılara. Bəs o 2 illik ömrü olan mahnıları deyirsiniz, onlar kimlə götürüb o mahnıları ifa eləyirlər? Hardan bu anlayış yarandı ki, bu mahnılar sevilir, bu mahnılar... Onlar Elvin, toyda əgər o mahnılar oxunmazsa, heç mənə bilər ki, bəlkə heç kimin yadına düşməz. Çünki məsələn, mən asılışda, toyun asılışında oxuyanda istərsəməz kameramanlar çəkirlər də. Mən olmasa bir yarım saat kimi oxumalıyam ki, hələ mən aşağı deyirəm. Məsələn, mən başlayıram bəstəkar mahnılarından və yaxud xalq mahnılarından, biraz muğam falan, biz dəyişirəm və yerləri muğamları oxuyuram. Sonra da yenə keçirəm bəstəkar mahnılarına. Məsələn, mən baxıram, görürüm, mən bir saat elə oxusam bu mahnıları, gəlib kimsə o çıxan o mahnıları, bayağı mahnıları heç kəs sifariş verməz. O ki, oxuyanlar ki, oxuyurlar o toyda, onu cəmaat eşitir, başlayırlar ki, məsələn, o musiqilər
Orada məsələn gəlib sifariş verilir. İstənilməsə niyə oxuyurlar? Oxuyurlar da onlar özləri üçün. Çünki o axı xalq mahnısının, bəstəkar mahnılarını oxuya bilmirlər. Çünki onlar axı alınmır elə deyir. Bəlkə mən səhv deyirəm. Bəli, bəli, düz deyirsiniz. O Yəni oxuya bilmir o xalq mahnılarını, bəstəkar mahnılarını. Məcburdur ki, bu bayağı mahnılarla birtəhər onunla oxuyur toyları. toy ola bilir. Bəli. Bu cür. Bəs siz də sakit dayanmısınız. Hə, yox. Tural qardaşım danışır, qulaq asıram. Ümumiyyətlə bu dövrə uyğun, zamanəyə uyğun. Məsəl üçün bir müğənni baxır ki, falan müğənni bir mahnı oxudu, bayağı bir janrda tutdu, qəşəng pul qazandı ondan. Deyir, niyə mən eləməyim? O da ona baxır, o da gedir həmən şeydən bir dənə yaradı. Bəli, çox doğrudur. Bax, düz vurğuladım. Gedir ondan eləyir, ondan belə budaq kimi. Olmasa da olmur da. Cavab Yəni alınmasa mən 2 dənə mahnı oxumuşam. Burada ilk dəfə oxuyacağam. İnşallah. Məsələn, biri Yeraz gözəlidir. Bizim Neftçala rayonunun Qazaqbərəz kəndindən müəllim həm şair dostumuz Hüseyn Manaflının sözlərinə bəstələnib Yeraz gözəli. Məsələn, baxdım gördüm ki, yəni belə mahnılar oxumaq yəqin lazımdır, oxumaq da lazım. Məsələn, mən bayaqdan deyirəm elə, amma o mahnılar da lazımdır. Qərbi Azərbaycan gözəli. Bəli. Siz bəs belə deyim, mənə şəxsən maraqlıdır. O dövrdə toylara necə dəvət alırdınız? İndi telefon var, sosial şəbəkələr var. 42 il belə şeylər olur efirdə. Telefon deyəndə o vaxtlar məsələn bilirdilər məsələn üçün Elsevər məsələn Bakıda yaşayır və məsələn gəlirdilər, tapırdılar o formada. İndi məsələn nə var telefonlar, məsələn telefonla zəng eləyir, toy danışır və salam qutardı. Amma onda məsələn gəzirdilər, tapırdılar, amma Elsevər harda yaşayır və yaxud məsələn onda kaset çıxırdı. Kaset idi onda. Üstündə şəkil olmurdu. Onun səsini eşitib bunu Elsevər oxur, amma Elsevəri üzündən tanımır. Və yaxud bir də mən olum. Məcbur oldu kimin əsərinin ki, əlaqəsini həmin adamı tapırdı, gəlirdi, Elsevəri tapırdı, toy danışırdı, çıxıb gedirdi. Bilir ki, məsələn bu səslə oxuyan, həmin bu oxuyandı. Çətinmiş. Mənim başıma elə çox gəlib eləsinə. Məsələn, o vaxt kaset vardı, üstündə şəkil olmurdu. Bir doktor vardı, bizim Xələş tərəfdə gəlib, məni üzdən görməmişdi. Gəlib, demək, musiqilərin bağı olur da, oraya yığışıb ki, soruşmayıblar Vidadı. O deyib ki, həm Vidadı mən. Bu da görmüyor bax üzündən. Ondan mən də belə 1-2 ay ona qabaq Xələcdə toyda olmuşdum, bu eşitmişdi. Deyib bala, bu yaxınlarda harda toyda olubsan? Deyib, mən falan yer Xələcə deməyib. Deyib, yox, sən Vidadı deyirsən. Sən həmin Vidadı deyirsən. Nəsə axır gəldi, məni evdə tapdı. Sən belə də olur. Məsələn, toyda danışdıq, çıxdı getdi. Məsələn, o vaxt hələ telefon zat söhbəti yox idi, kasetlə idi. O vaxtlar, Vidadı müəllim düz qeyd edir, o vaxtlar elə bir ki, musiqi sənətin də bir ecazkarlığı vardı. İndi Əlbəttə ki. Deyil də o vaxtda. Əlbəttə ki. Vidadı müəllim axtaran, müğənni axtaran, Instagram yox, Facebook yox. Heç nə yox. Axtarırdı, aylarla axtarırdı ki, müğənni tapsın, toya gətirsin. İndi əl satandı, Instagram bir dənə yazdı, Tural istəyir, LSV-si, Vidadı. Tapdı nömrəsini, oradan nömrəni tapdı, zəng elədi. Bəli. O ümumi müğənnilərin yığışdığı bir yer olurdu. Musiqiçilərin bağı olur da, musiqiçilərin bağı. Filarmoniyanın həyətinə qabaq yaşadılar. Sonra bulvarda bəzi yerlərdə. Sonra rayonlarda məsələn musiqiçilərin bağı gəlib məsələn orada tapırdılar, danışırdılar, gedirlər. Çox çətindir. İndi nə var? İndi asandır, indi elə telefonla zəng elə. Bir çox karveylərimizin Allah rəhmət eləsin, sinifində mən oturmuşam, dinləmişəm. Hər bir sənətkardan görüb götürmək niyyəti ilə. Bir dəfə də Allah rəhmət eləsin, Əli Baba Məmmədov sinifində idim. Dedi ki, qabaqlar deyir, məsəl üçün, toy eləmək üçün birinci heç nəyi düşünmürdülər. Hətta heç qız almaq məsələsi də hələ qüvvədə olmayıb. Birinci gediblər xanəndəni tapıblar. Falan xanəndə oxumalıdır. Bəli, xanəndəni tapıblar ki, falan xanəndə olmalıdır. Əgər falan xanəndənin də həmən tarixə əgər işi varsa, xanəndəyə görə toyun tarixi dəyişərdilər. 1 il gözləyənlər, 2 il gözləyənlər olub. Bizim sənətkarımızın dilindən mən belə eşitmişəm. Ümumiyyətlə, Mənsum müəllim yəni ki, tərəfdarı idi ki, məsəl üçün, başqa müəllimlər, məsəl üçün, öyrədəndə, musiqi təhsili verəndə, məsəl üçün, mən Mənsum müəllimin tələbəsiyəm. Gedirəm, Əli Baba müəllimin dərsində otururamsa, başqa müəllim olsa qısqanırdı, məsəl üçün, şey eləyirdi. Amma Mənsum müəllim elə deyil.
Mənsum müəllim bizi məsəl üçün dedi, hansı xanəndəyə rast gəldinsə, hansı sənətkara rast gəldinsə, otur onun dərsində, ondan da gör götür. Məsəl üçün mən Allah rəhmət eləsin, Arif Babayevin dərsində də olmuşam. Ağaxan Abdullayevin dərsində də Allah rəhmət eləsin. Hal-hazırda Allah ömür versin, Aqil Məlikov çox böyük ustaddır, çox böyük qəzəli, əruzu bilən bir xanəndəmizdir. Allah ömür versin. Bir çox sənətkarların, Zabit Nəbizadənin sinifində olmuşam, Səkinə xanım İsmailovanın, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, çox, Aygün Bayramova, hamısının sinifində oturub və hamısından da bir oxumaq gedişatını öyrənməyə çalışmışam. Ümumiyyətlə, hər gör-götür dünyasıdır da, belə bir deyim var. Hər bir sənət, əgər bu sənətin ciddiliyinə varırsansa, həqiqi sənət öyrənmək istəyirsənsə, hər bir sənətkarın, hansısa bir sənətkarın sinifinə, dərs prosesinə əgər rastlaşdınsa, bekarsansa girib, o bekarçılığı girib nəsə öyrənməklə məşğul olmağın daha da faydalıdır. Ümumiyyətlə, mən belə görmüşəm, ustadımdan belə götürmüşəm. Mən indiki tələbələr də elə məsləhət verərdim. Çox gözəl bir nüansdır, gözəl bir xüsusiyyətdir. Hər kəsdən görüb götürmək gözəl bir xüsusiyyətdir. Məsəl üçün, mən ixtisasım xanəndəlikdir mənim. İxtisasım xanəndəlik olmağına baxmayaraq, məsəl üçün, mən türk musiqisilərinə də qulaq asıram. Oxuyanlarına yox, alət ifaslarına da qulaq asıram, ərəb musiqilərinə də qulaq asıram, hind musiqilərinə də qulaq asıram. Ümumiyyətlə, bütün dünya musiqilərinə qulaq asıram, elə genişləndirirəm öz musiqi dünyamı. Yəni, gözəl bir xüsusiyyətdir. Yəni, əgər musiqiyə baxış açığı genişləndirmək istəyirsənsə, bu nüanslara fikir vermək gözəl haldır, yəni. Sizinlə eyni vaxtda o tələbə olan, belə deyim, gənclər, tələbələr, hamısı belə idi, yoxsa? Bəli. Məsəl üçün, mən Asaf Zeynalını, bizim bir çox tanınmış mənim yaşıdlarım var. Məsəl üçün, Mirələm Mirələmov, bir müsabiqədə olmuşuq, Aris Hüseynov, salamlayıram efir vasitəsilə. Mustafa Mustafayev, hamısını salamlayıram, dəyərli insanlardır, dəyərli oxuyanlardır hamısı. Yəni, onlar da eynən bizim kimi hansı sənətkarın sinifinə rast gəlmişiksə, oturmuşuq, götürüb öyrənmişik, ondan da, həmən o sənətkardan da götürmüşük, öyrənmişik. Məsəl üçün, Mənsum müəllim başqa bir qəzəllə Mirzə Hüseyni keçir, Mirzə Hüseyn muğamını keçir. Məsəl üçün, amma ki, Aqil Məlikov, dəyərli sənətkarımız, başqa qəzəllə öyrədir. Məsəl üçün, mən də həm o qəzəli də öyrənmişəm özüm üçün, Mənsum müəllimdən də öyrənmişəm. O da nəyə xeyri var? Həm musiqi gedişatı, bazasını genişləndirmək üçün, həm də ki, qəzəl biliyi də çox genişləndirmək üçün gözəl bir xüsusiyyətdir. Ümumiyyətlə, yəni ki, musiqi ilə məşğul olmaq, əgər həqiqi, ciddi alırsansa, pul qazanmaq üçün niyyəti ilə yox. Musiqinin dərinliyinə, əgər ciddiyyətliyi ilə varmaq istəyirsənsə, biraz atalar misalı var, gözünü dörd açmalısan biraz. Zəhmət çox çəkməlisən. Məsəl üçün, Tural qardaşım gözəl bəstəkardır, düzdür. Bəstəkarlıq da Allah tərəfindən verilən bir istedaddır. Sizdə də var eyni zamanda. Bəli, bəli, mən özüm də bəstələyirəm. Elə birinci ifa etdiyim o öz bəstəm idi. Bəstəkarlıq, rəssamlığa mən bir mahnını bəstələyirsən var, rəssamlığa haradasa elə mənim elə bir şuurum ona oxşadır. Rəssam necə ki, məsəl üçün təsəvvür edir, bəstələyir, çəkir, rəsmi çəkir. İnsan da, məsəl üçün, rastlaşdığı şeirə, məsəl üçün, mən TikTokda şeirlərə rast gəlirəm, qəzəllərə rast gəlirəm. O, mənim əgər zövqümcədir, mənim beynimə, mənim, yəni ki, halıma xoş gəlirsə, mənim beynim yəni ki, ölçür ona uyğun bir, məsəl üçün, bir musiqi gəlir beynimə, onu elə bəstələyirəm. Bir çox bəstələrim var, inşallah ki, aranjimandadır. İnşallah yaxın zamanlarda işıq hızı görəcək Allah'ın izniyle. İşıq hızı görəndə də yenidən gözləyirik sizi inşallah. Allah'ın izniyle. Hüdadi müəllim, sizdən bir ifa alaq. Həmin o dediyim mahnını biraz gözəl oxuyacağam. Qərib.
izlədim, gözlədim sən gəlmədin. Mən yolunu gözlədim, gözləməkdən bezmədim. Gəlişini izlədim, gözlədim sən gəlmədin. Həmin yol, həmin küçə, dayanmışam səssizcə. Kaş buradan yarım keçə, gözlədim yar gəlmədi. Həmin yol, həmin küçə, dayanmışam səssizcə. Kaş buradan yarım keçə, gözlədim yar gəlmədi. Evinizin önündə, məhlənizin günündə, leysan yağışlı gündə, gözlədim sən gəlmədin. Evinizin önündə, məhlənizin günündə, leysan yağışlı gündə, gözlədim sən gəlmədin. Gözlədim sən gəlmədin. Haralar gəzmədim, görüşümə gəlmədim. Ayrılığa dözmədim, gözlədim sən gəlmədin. Haralar gəzmədim, görüşümə gəlmədim. Ayrılığa dözmədim, gözlədim sən gəlmədin. Həmin yol, həmin küçə, dayanmışam səssizcə. Kaş buradan yarım keçə, gözlədim yar gəlmədi. Həmin yol, həmin küçə, dayanmışam səssizcə. Kaş buradan yarım keçə, gözlədim yar gəlmədi. Evinizin önündə, məhlənizin günündə, leysan yağışlı gündə, gözlədim sən gəlmədin. Evinizin önündə, məhlənizin günündə, leysan yağışlı gündə, gözlədim sən gəlmədin. Evinizin önündə, məhlənizin günündə, leysan yağışlı gündə, gözlədim sən gəlmədin. Evinizin önündə, məhlənizin günündə, leysan yağışlı gündə, gözlədim sən gəlmədin. Gözlədim sən gəlmədin. Təşəkkürlər bir də Adi müəllim. Bu tamaşaçıların Bu mahnı- istəyi iləndir. Bu mahnı hə, Bəli. elə oldu. Bəli, bəli, lap bu gözəl. tamaşaçıların istəyi. Bu mahnının sözləri bizim gözəl şairimiz Vüqar Əhmədin sözləridir. Musiqisi də mənim oğlum Raminə aiddir. Həm də bu mahnı trendə düşüb. Bu son harasa 5-10 gündə trendə düşüb. Elə mən bunu axırda 3-cü oxuyanda qeyd eləyəcəkdim də. Nəsə siz dediniz ki, Bu tamaşaçıların Hə, istəyilədir. çox sağ olun, var Maşallah olun. olsun qonaqlarımızın nə Sağ qədər olun. mesajlar gəlib. Bir də Adi müəllim sizi Cəllabaddan salamlayırlar. Elsəvər Muradovu salamlayırıq. çox Tural sağ bəyi olsun, biz də salamlayırıq. salamlayırıq. Deyir ki, tezliklə görüşərik inşallah. Sizinlə Elsəvər bəy. İnşallah. Çoxdur mesajlar, lakin səsləndirmək biraz vaxt aparandır. Bir də Adi müəllim, sizə bir sualım var. İcazənizlə. Tamaşaçılar arasında necə? Fərq var yoxsa yox o dövrlə bu dövr arasında? Hər yəni onsuz da demək o bu mahnılar ki oxunan mahnılar ki var. Məsələn bu mahnı indiki vaxta aid olan mahnıdır. Bəli. Özdə yəni ki ona görə də elə trendə düşüb də, yoxsa bəlkə də olmasa trendə düşməzdi. Amma bir söz deyim ki, yəni tamaşaçılarda deyəndə mən hamısını demirəm. Bu saat xalq mahnılarını istəyənlər də var, bəstəkar mahnılarını istəyənlər də var və bu səpkidə olan mahnılar da yəni istəyənlər də var da. İndi onlar hamısını, indi elə insanlarda həmişə məsələn toyda rast olursan.
həmin məsələn görürsən insan var gəlir deyir ki, mən üçün bir xalq mahnısı oxuyun, inan qulaq asıram. Və yaxud xalq mahnısı bir ritmi mahnıdır, məsələn onu oynamaq istəyir, rəqs eləmək istəyir. Görə hamısını düzü boşasan da. Bu gün sizin üçün efir, səhnə önəmlidir yoxsa toy? Efir deyəndə ki, əsas efir önəmlidir. Bir də ki, efirdə görsənməsən, deyirlər ki, balam, yəqin yaddan çıxırsan. Ya da nəsə olub bir ağ olsun. İstər-istəməz deyirlər. Azı məsələn bir ay kimi efirdə görsənmirsən, ya 2 ay kimi görsənmirsən, bilirsən, elə bilirlər ki, Vidadi oxumur, yəqin sənəti atıb. Ona görə efir önəmli olmalı. Demirlər ki, Vidadi müəllim buradadır. Bəli. Heç yerə getməyib. Düzdür. Mən sevirəm sakit oturan adamlardan ifa gələndə. Sizdən də bir ifa alaq. Başınız var olsun. Ay üzüm hoş sözün canım aldı yar. Ay üzüm hoş sözün canım aldı yar. Bakışın gönlümü yolda saldı yar. Bakışın gönlümü yolda saldı yar. Niye ben sen benden üz dönderdin yar? Niye ben sen benden üz dönderdin yar? Sözümüze dimiz harda kaldı yar. Sözümüze dimiz harda kaldı yar. Koy bizim devranımız bahar olsun yar. Ehdimiz ilgarımız koyman olsun yar. Ehdimiz ilgarımız koyman olsun yar. Ömrümün bu güllü bülbüllü çağında, ömrümün bu güllü bülbüllü çağında, ne boran ne tufan ne kar olsun yar. Ne boran ne tufan ne kar olsun yar. Ay gülüm gülşenim her dileğim yar. Ay gülüm gülşenim her dileğim yar. Koyma hicranımı dert eyleyim yar. Koyma hicranımı dert eyleyim yar. Bir diyek bir gülek bir danışan yar. Bir diyek bir gülek bir danışan yar. Sana kurban canım hem yüreğim yar. Sana kurban canım hem yüreğim yar. Koy bizim devranımız bahar olsun yar. Ehdimiz ilgarımız koyman olsun yar. Ehdimiz ilgarımız koyman olsun yar. Ömrümün bu güllü bülbüllü çağında, ömrümün bu güllü bülbüllü çağında, ne boran ne tufan ne kar olsun yar. 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 Var olasınız. Minnət. Belə musiqilərə həqiqətən ehtiyac var. Bir şey də qeyd etmək istəyirəm. Buyurun. Deməli bildiyiniz kimi mən Dövlət Televiziyasının Bəli. solistiyəm, ASTV-nin solistiyəm və bu mahnı da orada Adil Bağırovun rəhbərliyi ilə xalq çalğı alətlərinin ansamblında bu mahnını oxumuşam, ərsəyə gəlib. Elə televiziyamızın elə səs yazma evində yazılıb bu mahnı. Bu mahnı və bir çox mahnılar var ki, fonddadır. Onu istədim qeyd edeyim ki, yəni qeyd eləməsəm yaxşı olmaz.
Allah səsinizə güc Orada xırda bir muğam da olsaydı gözəl Bilirəm. olardı da. Biraz Bilirəm, orada elə bil ki, o musiqi ölçüsü iləndir. Yəni muğam oxuya biləcəyin bir yer də var Gözlədim orada. orada bir muğam oxuyasın. Bilirəm, hamı gözlədi onu. Biraz tez qutardı. Hə, şükür Allah. İnşallah ki, gələn səfərlərdə oxuyacağam Allahın İnşallah. izni ilə. Əziz tamaşaçılar, bizim efirdə hal-hazırda reklamlardır. Qısa bir reklam fasiləsindən sonra yenidən əsl şouda olacaq. Söz Alınırım, seni tam üzerime alınırım. Darılırsam anca kendime darılırım. Dayanamam diye bir şey yok, dayanırım. Gerekiyorsa yalancının birine sarılırım. Git hadi sen nereye gidersen içimden geliyorsun, tarifi zor sözlerle ama sen gözümden biliyorsun. Seni benden alan kader ölsem vermem diyor. Yanından yangınların bir yanıyor, geri iki sönüyor. Seni benden alan kader ölsem vermem diyor. Yanından rüzgarların bir esiyor, nefesimi kesiyor. Alınırım, seni tam üzerime alınırım. Darılırsam anca kendime darılırım. Dayanamam diye bir şey yok, dayanırım. Gerekiyorsa yalancının birine sarılırım. Git hadi sen nereye gidersen içimden geliyorsun, tarifi zor sözlerle ama sen gözümden biliyorsun. Seni benden alan kader ölsem vermem diyor. Yanından yangınların bir yanıyor, geri iki sönüyor.
təşəkkür edirəm. Mahnını yaşayaraq ifa etmək. Türk mahnılarının mənim də bir çox gənclərdə oldu ki, məndə də Türk mahnılarının təsiri böyükdür. Biz Mənə çox ləzzət elədi. Həqiqətən Çox sağ olun. Mən elə bildim Marsa elə nədir o türk oxuyanın adı? Sərkan Kaya. Elə bildim elə o oxuyur. Vicdan haqqı. Mənim oğlum da o özü istəyirəm Ramin də sevir tanıyır. Yəni o türkə o bir dəfə zat deyib ona nədir oxuyan deyib muğam oxuyandır. Adı yadımdasın onun dostu. Deyib bəs qardaş sənin yerişində türk yerişidir. Oxumağın ay şimdi bir arab sən dedim o da qalıb ki mən uşaq vaxtından az da türkə qulaq asıram. Ona görə o formada. Mən də Türkiyə, amma məndə bir şey var ki, mən Azərbaycanda qulaq asdım. O da bir şey deyil. Yəni ki, Türkiyə tam indi bəzi müğənnilər görürəm. Türk boğaz, Azərbaycan mahnısı oxuyur, Türk mahnısını oxuyur. Mahnısı kimi oxuyur, çox yaxşı görsənmir. Bu Türkçə nəsə deyirdiniz? Mən söz kəsməyə xoşlanıram. Türk oxuduğunu görməmişdim, amma o səsinə yaraşır. Səsinin elə bir rəngində var o türk ifası. Yəni o öz repertuarları var, türk mahnılarında daxil elə. Başlıca. Məsləhətim budur sənə qardaş. Türkiyədən musiqilərinizi ifa eləmək üçün təklif gələndə nə hiss keçirdiniz? Heç siz bunu belə deyim az danışırsınız, amma bəzi elə müğənnilər var ki, bir mahnısı oxunsa, mənim mahnılarımı oxuyurlar. Çox az iş görür, çox danışır. Bəli. Amma siz heç dilə gətirmirsiniz. Mən mahnılarımı Türk müğənniləri, Öykü Gürman 4 mahnımı oxuyub. Sonra Bülent Sərttaş özünə də çox yaxın. Mən Türkiyədə olanda da onun bir klip çəkdirdik onunla. Sağ olsun, çox gözəl bir insandır, səmimi bir insandır. O da 5-ə yaxın mahnımı oxuyub. Bir mahnıda düet oxumuşuq. Sonra Elif Busə Doğan bu bir nəfəs kimini oxudu. Düz o, bu ruhu verə bilmədi özü də. O deyil. O deyil, olmadı. Bir nəfəs gibi oxudu. Bu ruhu verə bilmədi. Sonra başqa Aslıcan, Ceyhun Damla yazıqlar olsun, mahnılar, söz musiqi yenə mənə aid. Çox qəribə bir nüansdır ki, mən demoda necə oxuyuramsa, o türklər onu oxuyur. Əlavə bir dənə şey onlar, yəni ki... Ehtiyac yoxdur axı. Ehtiyac yəqin ki, olmur. Çox sevindim. Mənim xəyalımda olmaz ki, mən türk mahnılarla böyümüş bir insana mənə sifariş gələ ki, türk mahnısı istəyir və mənim bu, elə biləm, və mənim və Azərbaycan musiqisinin uğurudur ki, Türkiyə bazarına daxil olursan, oradan sənin mahnılarını oxuyurlar. Burada çox güclü bəstəkarlar var, burada sözü. Öz vətəninin musiqisini yazır. Amma mənim kimi adamın oradan mahnısı oxumağı bizim Azərbaycan musiqisinin, belə deyək, qələbəmiz, zəfərimiz. Qulaq asıb bəyəniblər də. Əlbəttə. Onlar bir də bir şey var ki, kobud desək, gərək lazımsansa alacaqlar. Mahnı xoşuna gəlməsə bir dəfə oxuyacaq, ikinci dəfə sən mahnı. Vəssalam. 4 dəfə, 5 dəfə. Əgər müraciət ediblərsə, demək ki, xoşlarına gəlib. Sağ olsunlar, bəli. İndi qismət olsa yeni layihələrimiz olar. Burada da duetlərim oldu. Könül xanımla duetim oldu. Könül Kərimova buradan salamlayıram. Elə çox xətrini istəyirəm. Cabbar Musayev, Könül Kərimova. Onlar mənə, belə deyək də, bayaq adını çəkmədiyim insanlardan onlar idi. Bəli. Çox sağ olsun. Məndə bir xasiyyət var. Bir dənə insanı bir dənə yerdə sınayıram. Belə pis çıxmasın özümdə. Yəni ki, o mənə o günümdə, əgər məni sayırsa, o mənim başımın sazıdır. Könül xanım bəlkə də bir çoxlar var. Könül xanım bax elə bir insandır mənim üçün. Onu çox istəyirəm. Buradan salamlayıram Cabbar əmini, Könül xanımı. Onlar bax elə mənim bir dəfə çox böyük bir ricamı qırmayıblar. Sağ olsun. Mənim də bir salamlarım var. Buradan Kürdəmirdən Rəşad dostumuzu salamlayıram. Bizi izləyir və dəvət edib bizi. Sağ olsun. Allah razı olsun. Allah onu qorusun. Əziz qonaqlar, dəyərli insanlar, hər birinizə təşəkkür edirəm. Nə demək istəyirsiniz Vidadi müəllim? Çox sağ ol, var olun. Mən ümumiyyətlə sizlərə öz təşəkkürümü bildirirəm. Rəhbərlik başda olmaqla onlara öz təşəkkürümü bildirirəm. Bütün əziyyəti olan insanlara öz təşəkkürümü bildirirəm. Və bizi izləyən bütün tamaşaçılara sağ olsunlar ki, öz vaxtların bizlərə həsr ediblər, oturub dinləyirlər, qulaq asırlar, baxırlar. Və bizi Ufa şəhərində bizim bir dostumuz, qardaş oğlu var, Anar. O həmişə, onlarda elə çox vaxt baxa bilmir. Bilirsən, deyir ki, orada Dünya TV-də oxudular, onu atıram mənə. Mən də elə həqiqətən sağ olsun, uşaqlar atırlar mənə, mən də atıram ona. Buradan onları salamlayıram. Və sizlər çox sağ olun ki, bizi gözəl bu cür musiqisilərlə bu günləri oturduq bu verilişdə. Çox sağ olun, biz də çox şad olduq.
Rauf, çox sağ ol qardaş. İlsever qardaş oldu. Çox sağ olun, var olun. Mən çox şad oldum. Həqiqətən də. Sağ olun, var olun. Mən təşəkkür edirəm sizə bir daha. İlsever müəllim. Çox sağ olun dəvətiniz üçün. Allah sizdən razı olsun. Allah sizin işinizə avanlıq versin. Baxın. Dünya TV ailəsinə bol ruzu bərəkət arzulayıram. Rəhbərliyə çox sağ ol deyirəm. Allah sizin bütün çətinliklərinizi asan eləsin. Məni də bu verilişə gələndə məni də Rusiyadan, Yekaterinburqdan məni izləyirlər. Oradan paylaşanda yazmışlar ki, izləyərəm sizi. Sonra bir çox yerdən Salyan rayonundan Fuad qardaşımı ailəli ilə izləyirlər. Sizin verilişinizi çox istəyirlər. O da istedadlı bir müğənnidir. Onun atası Emin müəllimi də salamlayıram. Və eləcə də bütün heyətimizə çox sağ ol deyirəm. Uzun ömürlü olsun, axarlı olsun, xeyirli, bərəkətli, ruzulu olsun. Minnətdaram. Çox sağ ol qardaş. Bir daha müəllim, siz dediniz Rauf bizə gələn verilişlərdə inşallah olacaq, amma hal-hazırda Turaldır. Eybi yox. Mən də öz növbəmdə eybi yox, Dadı müəllim. Mən də öz növbəmdə təşəkkürümü bildirirəm bütün Əsl Show verilişinin kollektivinə. Həqiqətən də sizin Elvin bəy təşəkkür edirəm. Çox gözəl veriliş apardınız. Bilmədik 2 saat necə keçdi biz hiss eləmədik. Çox sağ olsunlar. Bizi izləyən tamaşaçılarıma, Dünya TV-nin rəhbərliyinə də təşəkkürümü bildirirəm. Çağırırlar. Biz bir yadımdadır ki, 12 il bundan əvvəl bizim bu Bir Nəfəs Kimi mahnımız çevrilməyə başlayanda Dünya TV bizi tez-tez yada salırdı. Səhər, günorta, axşam. Heç biz Sumqayıtdan kənarlaşmadıq. Elə gəlib burada iştirak edirdik. Çünki çağırırdılar, sağ olsunlar, minnətdarım. Nə qədər də çağırsalar, canla başdan iştirak eləməyə hazır. Minnətdarım. Bir daha hər birinizə təşəkkür edirəm gəldiyiniz üçün, əziz tamaşaçılar. Biz bu günlük efirimizi yekunlaşdırırıq. Ümidvarıq ki, xoş oldu və sabah yenə eyni saatda görüşəcəyik. Sonda isə sizdən bir gözəl ifa ilə bugün sizlərə sağ ol deyirik. Neden beni üreksiz nakan koydun sebepsiz viran edip kalbimi küçük gittin habersiz viran edip kalbimi küçük gittin habersiz tenhayam ben sensizeyim dalgasız bir denizem tenhayam ben sensizeyim dalgasız bir denizem gem yağışına düşmüş çetinsiz menzilsizim gem yağışına düşmüş çetinsiz menzilsiz harda kaldım harda kaldım harda kaldım gelme İki kalbi ayırdım sen eşk dünyamı vurdun yüreğime sağalmaz derin yaralar vurdun yüreğime
yaralar vurdu. Tenhayam mən sensizeyim, dalgasız bir denizem. Tenhayam mən sensizeyim, dalgasız bir denizem. Gəm yağışına düşmüş, çətirsiz, mənzilsizim. Gəm yağışına düşmüş, çətirsiz, mənzilsizim. Harda qaldın, harda qaldın, harda qaldın?